Salam dostum. Əgər sənin də routerin və ya modemin modeli Tendadırsa, bu video sənin üçündür. Bu videoda biz modemə, routerə daxil olmağı öyrənəcəyik. Wi-Fi-mızın parolunu, adını dəyişməyi öyrənəcəyik. Əgər abunə oldunsa və like qoydunsa, keçək videoya. Hazırsanızsa başlayaq. İlk öncə biz telefonumuzun və yaxud da kompüterumuzun Wi-Fi şəbəkəsinə qoşulub-qoşulmadığını dəqiqləşdirməliyik. Bəli, əgər qoşulmuşuqsa, internet brauzerinə daxil oluruq. Brauzerə daxil olduqdan sonra yuxarı xanaya 192.168.0.1 IP adresini qeyd edirik. Bu IP adresi vasitəsilə biz routerimizə daxil oluruq. Deməli dostlar, burada yuxarıda sağ tərəfdə yerləşən 3 xətt üstünə klikləyirik. Burada açılan xanalardan Wireless Settings seçirik. Bu bizi Wi-Fi-mizin adını və parolunu dəyişə biləcəyimiz şöbəyə atır. Aha, burada görürük routerimizin adını və routerimizin parolunu. Ada və parola müəyyən dəyişikliklər eləyib OK knopkasını sıxa bilərik və yaxud da adı silib yeni ad qoyub təzədən OK knopkasını sıxıb biz bunu yaddaşa verə bilərik. Əgər bu tipdə videoların davamlı gəlməyini istəyirsinizsə, kanala abunə olun, like qoyun və şərh bölməsində öz routerimizin və yaxud da modeminizin modelini yazın ki, biz ona uyğun videolar hazırlaya bilərik. Sağ olun, salamat qalın.